Bismillahirrahmanirrahim. Mart ayının 10'u Ramazan ayının 20. günüdür. Ramazan ayının 20. günü üçün imsak vaxtı 05:35, iftar vaxtı isə 18:56-dır. İmsak duası. İlahi, bugün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla. Bugün məni Qur'an oxumaqda müvəffəq et. Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah. İftar duası. İlahi, səndən ötürü oruç tuttum. Sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Bismillahirrahmanirrahim. Hər üç Qədr gecəsinin özünə məxsus əməlləri. 19-cu gecənin əməlləri. 1. 100 dəfə Əstəğfirullahə və ətubu iləyh. Allahdan bağışlanmaq diləyir və ona tərəf qayıdıram demək. 2. 100 dəfə Allahümmə lə'an qatalətə əmirəl-mü'minin. İlahi, əmirəl-mü'minin əleyhisselamın qatilinə lənət elə demək. 3. Ramazan ayının gündəlik duaları bölməsində qeyd etdiyimiz duanı. Ya zəlləzi kənə Cami-ən-Nub səhifə 766 oxumaq. 4. Bu duanı oxumaq. İlahi, qəti olan qəza və qədərini bizim üçün təyin et. Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni sənin evini, Kəbənin ziyarət edən, həcləri bəyənilən və dəyərli səyləri Səfa və Mərvə arasındakı əməlləri, qəbul və günahları bağışlanmış və eybləri örtülmüş olan hacılardan elə. Qəza və qədərində mənim üçün uzun ömürlü olmağı təqdir et və mənə geniş, bol, halal ruzi nəsib elə. Mənim üçün filan və filan işləri elə. Burada filan və filan işlər yerinə öz hacətlərini deyirsən. 21-ci gecə. Bu gecənin fəziləti 19-cu gecənin fəzilətindən daha çoxdur və Qədr gecələrinin müştərək olan əməllərini bu gecədə bir qədər artıq diqqətlə yerinə yetirmək lazımdır. Rəvayətlərdə bu və 23-cü gecədə qüsl almaq və əhya saxlamaq, ibadət etməyə çalışmaq barədə təkid edilmiş və qeyd olunmuşdur ki, Qədr gecəsi bu iki gecədən birindədir. Bir neçə rəvayətdə də məsum imamlardan Qədr gecəsinin bu iki gecədən hansı birində olduğunu bildirməsi barədə soruşulduqda, onların bildirməmələri, əksinə istədiyinizi əldə etməyiniz üçün bu iki gecədə əhya saxlamağınız o qədər də çətin bir iş deyil deyə cavab verməsi qeyd edilmişdir. Maraqlı burasındadır ki, mərhum Şeyx Səduq Əmali kitabında belə yazır. İmamiyyə təriqətinin göstərişlərindəndir, kim bu iki gecədə elmi məsələlərlə məşğul olsa, onun əməli hər bir ibadətdən üstündür. 21-ci gecənin əməlləri. Bu gecənin əməlləri iki qismdir. Birinci qismi Ramazan ayının son 10 gününə aid dualardır ki, Cami-ən-Nub'nin 796-cı səhifəsində qeyd edilib. İkinci qismi isə 21-ci gecəyə məxsus olan əməllərdir. 1. Misbahül Mutəhəccid və Usul-i Kafidə qeyd edilən və 21-ci gecədə oxunan duadır. Dua belədir. Ey gecəni gündüzə və gündüzü gecəyə daxil edən, çevirən və ölüdən diri, diridən ölü çıxaran, ey istədiyinə hesabsız, minnətsiz ruzi verən, ey Allah, ey mehriban, ey Allah, ey rəhimli, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və neymətlər yalnız sənə məxsusdur. Səndən Muhammed və Ali Muhammedə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında ruhumu Muhammed və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şək
və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün, təqdir etdiyin şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə, savab və mükafatlar verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, bu gecədə səni yad etmək və sənə şükür etməyi, sənə rəğbətli olmağı, Muhammed və Ali Muhammədi, ona və əhl-i beytinə salam olsun, müvəffəq etdiyin şeylərə nail olmağı nəsib etməyini istəyirəm. 2. Mərhum Şeyx Kəfəmi Seyyid İbn Baqidən 21-ci gecədə bu duanın oxunmasını nəql etmişdir. Dua belədir: İlahi, Muhammed və Ali Muhammədə salam göndər və mənə, üzümə cəhalət qapısını bağlayan, helim boynuma minnət qoyaraq cəhalətdən kənarlaşdıran hidayət, bütün fəqirlik qapılarını bağlayacaq ehtiyatsızlıq, bütün zəiflikləri məndən uzaqlaşdıracaq qüvvə, hər bir zillət və xarlıqdan üstün edəcək izzət, bütün alçaqlıqdan məni ucaldacaq ucalıq, məndən bütün qorxuları kənarlaşdıracaq əminamanlıq, bütün bəlalardan məni qoruyacaq sağlamlıq, bütün yəqinlərə əmin olmağa vəsilə olacaq və onun sayəsində şək və tərəddüddən məni çəkindirəcək elm, bu gecə və bu saatda qəbul edəcəyin əhatəli dua nəsib et. Ey kərim olan, rəhmətinə xatir rəhmətini, mənim üçün genişləndirəcək qorxu, mənimlə günahlar arasında maniyə yaradacaq ismət, pakılıq bəxş et ki, sənin dərgahında ismətli olanlar kimi nicat tapım. Ey rəhm edənlərin ən rəhimlisi. 3. Şeyx Müfidin buyurduqlarına əsasən, bu gecədə çoxlu salavat, Ali Muhammedin haqqını qəsb edən qəsbkarlar, zalimlar və Əmir-əl-Müminin Əli əleyhissalamın qatilinə çoxlu lənət göndərmək, özü, ata, ana və digər möminlər üçün dua etmək. 4. Həzrət İmam-ı Zamanə Cəlallahu Teala'nın mübarək vücudu və o həzrətin zuhuru barədə dua etməkdə bu gecənin digər əməllərindən biridir. Seyyid İbn Tavusun Həmmad İbn Osmandan nəql etdiyi bir rəvayətdə belə oxuyuruq. Mübarək Ramazan ayının 21-ci gecəsində İmam Cəfər Sadiq əleyhissalamın yanına getdim. İmam məndən soruşdu ki, qusl etmisənmi? Mən dedim, bəli, deyə cavab verdim. İmam əleyhissalam həsir gətirmələrini söylədi və məni də yanına çağırdı. Sonra namaz qılmağa başladı. Mən də o həzrətin yanında namaza başladım. Namazı qurtardıqdan sonra o həzrət dua elədi və mən də amin dedim. Bu məsələ sübh açılana qədər davam elədi. İmam əleyhissalam azan və iqamə deyərək bəzi xidmətçilərini də çağırdı və sübh namazını o həzrətə iqtida etməklə namazı qıldıq. İmam Sadiq əleyhissalam namazdan sonra təsbih etdi və zikirlər dedi. Həzrəti Peyğəmbər salavatullaha salavat göndərdi və möminlər üçün dua etdi. Sonra səcdəyə gedərək bir neçə saat səcdədə qaldı. Həmin müddətdə o həzrətin nəfəs səsindən başqa bir şey eşitmirdik. Sonra dua eləməyə başladı. O cümlədən belə dedi: Səndən əzəmətli, cəlalından, onun vasitəsilə səni səslədiyim və səsləmədiyim, əgər bilsəydim o şeylər vasitəsilə səni səsləyərdim. Şeylərin sayəsində səndən Muhammed və onun əhl-i beytinə salam göndərməyini, zuhuru ilə sənin övliya və dostlarının və məxluqatından seçilmişlərin işində asanlıq zahir olacağı və onun sayəsində zalimləri məhv və həlak edəcəyin kəsin zuhuruna icazə verməyini və onu zuhuru tezləşdirməyini istəyirəm. Ey aləmlərin Rəbbi! İmam başını səcdədən qaldırdıqdan sonra ona dedim: Canım sizə fəda olsun. Siz zuhuru ilə Allah dostları və övliyaların işində asanlıq yaranacaq kəsin zuhuru barəsində dua etdiniz. Bəyəm, həmin şəxs siz deyilsinizmi? İmam buyurdu ki, xeyr, o Ali Muhammedin qaimidir. Sonra İmam Sadiq əleyhissalam zuhurun nişanələrini bəyan edərək sözlərinə belə əlavə etdi: Gecə və gündüz onun zuhurunun intizarında ol.
Həqiqətən Allahın hər gün üçün müəyyən işləri vardır və hansısa bir işi görmək onu digər bir işdən yayındırmaz. Mühüm bir məsələ. 21-ci gecədən Ramazan ayının son 10 günlüyü başlayır və o həddən artıq dəyərli hesab edilir. Bu 10 günlüyün hər günündə qüsl almaq müstəhəbdir və rəvayətdə Hz. Peyğəmbərin Ramazan ayının son 10 günlüyündə hər gün qüsl aldığı nəql edilmişdir. Eyni zamanda cami, məscidlərdə etikaf etmək müstəhəbdir və onun çoxlu fəziləti vardır. Allah Rəsulundan nəql edilən bir rəvayətdə Ramazan ayının son 10 günlüyündəki etikafın 2 həcc və 2 ümrəyə bərabər olması nəql edilmişdir. Allahın Rəsulü salavatullah Ramazan ayının son 10 günlüyündə məsciddə etikaf edirdi. Bəzilərinin Qədr gecələrinin bitməsi ilə Ramazan ayının sona çatmasını güman etməsinin əksinə olaraq, o həzrət gecələri sevinç və şadlıqla oyaq qalaraq ibadətlə məşğul olurdu və müsəlmanların əksəriyyəti bu məsələdə o həzrətə iqtida edirdi. Bismillahirrahmanirrahim. Qədr gecələrinin əməlləri hansılardır? Qədr gecələrinin əməlləri 2 qismə bölünür. 3 Qədr gecəsi üçün müştərək olan əməllər və hər birinin özünə məxsus əməlləri. Qusl etmək, oyaq qalmaq, 100 rükət namaz qılmaq və dua oxumaq bu gecələrin müştərək əməllərindən sayılır. Eyni zamanda hər gecənin özünə məxsus əməlləri də var. Qədr gecəsi insanların ləyaqət və qabiliyyətlərinə əsasən, onların bir illik müqəddəratının taleyinin təyin olunduğu bir gecədir. İl ərzindəki gecələrdən heç biri əzəmət və fəzilət baxımından ona çata bilməz və o gecədəki əməllər 1000 aylıq əməllərdən üstündür. Allahın mələkləri və bütün mələklərdən daha əzəmətli olan Ruh adlı mələk Allahın izni ilə yerə enir və İmam-ı Zaman Əccalallahu Teala'nın huzuruna gəlir və hər bir insan üçün bir il müddətində müəyyən edilənləri o həzrətə bildirir. Xoş o kəsin halına ki, Qur'anın nazil olduğu belə bir gecədən faydalanaraq, onu tövbə, dua, ağlamaq və Allah dərgahına üz tutmaqla keçirir və özü üçün dəyərli, mənəvi və ruhani bir aqibət və taleyin təyin olunması ilə bağlı zəminə və müqəddimə hazırlayır. Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun 3 gecədən 19-cu, 21-ci və 23-cü biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər 3 gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar. Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən 21 və 23-cü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edirlər. 19-cu gecənin əməlləri. Bu gecə Qədr gecəsinin 1-ci gecəsidir və onun əməlləri bu gecədən başlayır. Qədr gecələrinin əməlləri 2 qismə bölünür. Birincisi, hər 3 Qədr gecəsi üçün müştərək olan əməllər. İkincisi, onların hər birinin özünə məxsus əməlləri. Qədr gecəsinin müştərək əməlləri. Qədr gecəsi üçün qüsl almaq, mərhum Əllamə Məclisi yazır. Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslu qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar. 2. 2 rükətli namaz qılmaq. Hər rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq və namazı qurtardıqdan sonra 70 dəfə Əstəğfirullahı və Ətubə iləh demək. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən nəql edilən rəvayətdə belə buyurulur. Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış, Allah Teala onun, ata və anasının günahlarını bağışlayar
və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə, xeyir əməllər yazsınlar. 3. İmam Muhammed Baqir əleyhissalam bu gecənin digər bir əməli barədə belə buyurmuşdur. Qur'anı açıb üzünüzün müqabilində tutub deyin. İlahi, səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir, məni cəhənnəmdən azad, xilas etməyini istəyirəm. Sonra öz hacətini istəyirsən. 4. Qur'anı başın üzərinə qoymaq mərasimi. İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən, Qur'anı başın üstünə qoyur və belə deyirsən. İlahi, onu bu Qur'anda göndərdiyin kəsin və onda məth etdiyin hər bir müminin və sənin onlar üzərindəki sənin özündən başqa heç kəsin bilmədiyi haqqında xatir, sənin özündən başqa heç kəs səni layiqincə tanıya bilməz. Sonra hər bir 10 dəfə olmaqla belə deyirsən. Bikə ya Allah, bi Muhammedin, bi Aliyin, bi Fatimətə, bil Həsəni, bil Hüseyni, bi Ali ibn el-Hüseyni, bi Muhammed ibn Ali, bi Cəfər ibn Muhammed, bi Musa ibn Cəfər, bi Ali ibn Musa, bi Muhammed ibn Ali, bi Ali ibn Muhammed, bil Həsən ibn Ali və bil Hüccə. Sonda nə hacətin varsa Allahdan istə. Bu zikirləri huzur-u qəlblə və bütün diqqətini ilahi dərgahı yönəldərəkdir. Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin. 5. Həzrət İmam Hüseyn əleyhissalamın ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər 3 gecədən birində Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir. Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir. Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin və ziyarətnaməsi oxunsun. 6. Qədir gecələrində oyaq qalmaq, yəni bu gecəni sübhə qədər ibadət, dua, Qur'anın tilavəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək. Həzrəti İmam Baqir əleyhissalamdan nəql edilən rəvayətdə belə bildirilir. Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar. Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar. 7. 100 rükət, hər biri 2 rükət və 1 salamdan ibarət namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə Fatihə surəsindən sonra 10 dəfə Qul Huvallah, yəni İxlas surəsini desin. 8. Mərhum Şeyh Kəfəmi Misbah kitabında nəql edir ki, İmam Səccad, yəni İmam Zeynəlabdin əleyhissalam bu duanı Qədr gecələrinin 19, 21 və 23-cü gecəsində ayaq üstə oturduqda, rükû və səcdə etdikdə oxuyardı. İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə Muhammed və Ali Muhammedə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini, neymətlərini tamamla. Həqiqətən, mən sənin miskin, mühtac, aciz, zəif, əli boş bəndənəm. İlahi,
Mənə nemət verdiklərin şeylər və bəxş etdiklərində səni yad etməyi unudanlardan etmə. Hətta uzun müddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, istərsə də asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əli boş, istərsə də nemətlər içində olduqda, duaları qəbul etməyindən məni naümid eləmə. Həqiqətən sən duaları eşidənsən.